qardaş vardı. Reabilitasiyanı bitirəndən sonra bir gün bununla oturub söhbət edirik. Deyir ki, "A, sənin yadına gəlir, sən mənə deyir, çellər verirdin kitab yazmaq." Deyir, "Mən onun yerinə meyxana yazırdım." Dedim, "A, heç." O insan yəni heç bir şey anlamadı da, yəni milyonlarla insanın təcrübəsi, hansısa bir ayın kitab var bizdə, Kain qardaşı və bir çox dərsliklər vardı, orada yerləşdirilib. O insanların təcrübələrindən yararlanmadı. Çıxdı, başladı öz başınalıq eləməyə. Sonunda da tutuldu, düşdü zindan həyatına. Zindan həyatına düşəndən sonra mənə yığıb Kürdaxandan deyir ki, qardaşım, imkan varsa deyir, mənə kitab göndəricilən də deyir oxumağa. Yəni həmin ayinlər kitab, anonim kitabları, yəni anonim dərsliklərin kitabları göndər, oxuyun. Və belə bir mövzu çıxır ki, insan dərk eləmədi, yəni başqa insanların avtobioqrafiya gəlir də, yəni öz həyatın təcrübələrindən yararlanmamaq. Və sən nə edirsən, zamanı gecikdirirsən, vaxtı gecikdirirsən. Hardasa sən birincidən deyilənləri eləsən, onun faydasını da görərsən, tez bir zamanda da sənin həyatın bərpa olar. Belə bir şey də mən hər dəfə bunlara misal çəkirəm ki, deyirəm ki, proqram elə bir ki, sənin həyatının biznes planıdır. Yəni bu proqram sənə hazır biznes plan verir. Bu biznes planı əlində götürüb sən gedib həyatını tətbiq də edə bilərsən. Gedib kor-korana həyatda yaşaya bilərsən. Yəni bunun seçimi sənin öz əlindədir.